Salam aleykum. Deməli, magnezium karbonat və magnezium oksid. Bunu biz A mol götürək. Bunu B mol götürək. Bunlar bir yerdə. Deməli, M qramdır. Yəni 84A üstəgəl 40B bərabərdir M-ə. Daha sonra magnezium karbonat parçalanır. Magnezium oksidə və CO2'ye, bu A moldur. Buradan A mol magnezium oksid, A mol CO2 alınır və tam burada parçalanma gedir. Artıq sonda magnezium karbonat olmayacaq. A mol magnezium oksid, yəni 40A alındı və əvvəldəki magnezium oksiddə istifadə olunmamış şəkildə, yəni reaksiyada iştirak eləmir. Gəlir çıxır son bərk qalığa. Bu deyir 2 dəfə bərk kütlə azalır. Yəni M idi, olur 0,5 M. Buradan 40A üstəgəl 40B bərabərdir 0,5 vurulsun. M-in yerinə yuxarıdakini köçürdürəm. 84A plus 40B. Buradan deməli 40A üstəgəl 40B bərabərdir 42A üstəgəl 20B. Buradan 2A bərabərdir 20B. Buradan bərabərdir 10B. Mən tapdım ki, A buradan nəyə bərabərdir? 10B'ye bərabərdir. Harda deməli A gördüm, yerinə 10B yazıram. Baxın, bura yazıram 10B. Aydındır, magnezium karbonatın qabağına yazıram. Magnezium karbonatın qabağına deməli 10B yazıram. Burada da baxın, bura 10B yazanda, onda magnezium oksid də burada olur 10B. CO2 də olur 10B. Yəni A'nın qabağı, A'nın sildim, A'nın yerinə nə yazdım? 10B yazdım. Yəni A'nın yerinə biz nə yazdıq? 10B yazdıq. İndi qızdırmadan sonra qabda olan bərk qalıq tam həll olana qədər xlor turşusu əlavə olunur. Demək, təbii ki, bu magnezium oksid gedəcək H xlorla. Əmələ gəlir magnezium xlorid, üstə gəlinsin su. Bir də buna qayıdacağıq. Deməli, əmsallaşmada problem yoxdur. Və sonra yazıb ki, qızdırılma zamanı ayrılan qaz, yəni CO2-ni artıq miqdarda götürmüş əhəng məhlulundan keçirəndə qazın hamısı N qram çöküntü əmələ gətirir. Yəni CO2 kalsium hidroksidlə reaksiya gedir. Kalsium karbonat və su əmələ gəlir. Bu zaman 8,8 qram artım olur. Yəni bu 10B mol CO2 var ha. Bu gəlir 8,8 qram artım yaradır. Biz də bilirik ki, 1 mol CO2 44 qram artım yaradacaqdır. Buradan biz B-ni tapaq. 8,8'i bölürəm 10'a. Bölürəm 44'ə. Bu eləyir 0,2. Mən tapdım ki, B nəyə bərabərdir? B 0,2. Yadımda saxlayıram bir yanda. Bura yazaq. B bərabərdir 0,2. İndi artıq bizə B məlumdur və magnezium oksid, baxın, demək B mol əvvəldə var idi, yəni əvvəldə 10B molda reaksiyadan alınıb. Neçə elədi? 11B mol magnezium oksid. B-ni də mən 0,2 tapmışam. 11'i vururam 0,2'yə. Bu eləyir 0,22 mol magnezium oksid. Yazıram bura 0,22. Buradan H xlorun, baxın burada 59'da H xlorun molunu soruşur. Bu 0,44 mol. Alınan duzun molunu soruşur. Bu da 0,22 mol. Bunu tapdıq. İndi burada biz 59'u həll elədik. Sonra bizə deyir ki, N'ni tap. N burada çöküntü. Bu N qram çöküntü. Biz CO2'nin köməyi ilə tapacağıq. CO2 neçədir? 10B'dir. 10B. B-ni mən neçə tapmışam? 0,2. Onu 0,2'ye vuranda neçə eləyir? 10 vurulsun 0,2. Bu eləyir 0,2. Buradan demək çöküntünü tapaq N qram. Bura 100 yazıram. 0,2'ni 100'ə vuranda 20 qram eləyir. Tapdım ki, N 20 qramdır. Tərif olunan qələvinin molu. Bu da tapıram ki, 0,2 mol eləyir. Bu da aydındır. Bizə deyir ki, 58'də M-i tap. M burada nə idi? Magnezium karbonatla magnezium oksidin kütləsinin cəmi, yəni 10B buydu. Mən B-ni neçə tapmışam? 0,2. Yəni 10 vurulsun 0,2 vurulsun magnezium karbonatın molekülə 84.
10 vur 0,2 vur 84 16,8 qram maqnezium karbonat var ilkin qarışıqda. Bemol, yəni 0,2 maqnezium oksid 40-dır. 0,2-ni də 40-a vururam. Vururam 40-a. 0,8 qram da maqnezium oksid eləyir. Bunların cəmi eləyir deməli bir yerdə 17,6. Yəni M oldu 17,6 qram. Və deyir ki, ilkin qarşıda duzun kütləsi, yəni 16,8. Oksidin kütləsindən, yəni 0,8-dən heç dəfə çoxdur. 16,8-i 0,8-ə böləndə 21 dəfə çox olacaqdır. Yəni bütün hamısının izahı verildi.